Məni təhqir eləyin, amma Azərbaycan xalqını yox. Xalqın qeyrəti traktordan da önəmlidir. Bu sözləri Traktor Futbol Klubunun sahibi Məhəmməd Rıza Zunuzi deyib. Televiziya proqramlarının birində qonaq olan Zunuzi bildirir ki, Azərbaycan xalqına qarşı edilən təhqirlər kifayət qədərdir və bu qəbul olunan deyil və biz buna göz yuma bilmərik. Bəli, məlum olduğu kimi İranda Güney Azərbaycanımızın Türk futbol takımı olan Traktora qarşı kifayət qədər təzyiqlər var. Lakin iş bəzən futbolu da keçib, məhz bir ölkənin, bir xalqın mənəvi dəyərlərini təhqir həddinə belə gətirir. İş o həddə gəlir ki, futbolun sahibi Zunuzi məhz proqramda duyğusallığını gizlətmir və ağlayaraq, kövrələrək fikirlərini ifadə eləyir. Niyə? Niyə Türk xalqına qarşı bu qədər dözümsüzlük? Nəyə görə futbolumuzla bağlı ən cüzi uğurları belə həzm eləyə bilməmək? Niyə? Biz axı İran futbol komandalarına qarşı hansısa bir təhqiramiz hərəkətlər eləmirik. Sizə nə yer eləyir? Bütün bir Azərbaycanın, bütün bir Türkiyənin, bütün bir Türk dünyasının Traktora olan sevgisi sizi bu qədər mi qorxudur? Siz bu cür davrandıqca o deyir təsir əks təsirə bərabərdir. Siz təhqir eləməyə çalışdıqca, siz nifrət duyğularınızı barbar şəkildə ifadə eləməyə çalışdıqca, əmin olun ki, elə Traktor hər zaman gündəmin 5 qatı deyil, 10 qatı olacaq və hər zaman da seviləcək. Elə sizlərə inat. Xoşunuz gəldi, gəlmədi. Bunu ürəyinizdə saxlayın. Bir xalqı təhqir eləmək, bir xalqın dəyərlərinə sayğısızlıq eləmək ən başda insanlıqdan deyil. İndi baxın görün, siz insansız, yoxsa yox?